İslam deyir, qadının vəzifəsi deyil ev işlərini görsün. Qadının vəzifəsi deyil həyat yoldaşına xidmət eləsin, yemək bişirsin, uşağa baxsın. Bu nə deməkdir? Bu sözün mənası nədir? Yəni bu işləri kişi görməlidir. Uşağa kişi baxmalıdır, paltarı kişi yumalıdır, yeməyi kişi pişirməlidir. Mənası budur. Əlbəttə ki, belə deyil. Mənası bu deyil. İslam bunu demək istəyir ki, mən istəmirəm ailədə hər şey qanunlarla tənzimlənsin, qanunlarla idarə olunsun. Ailə inzibati bir quruma çevrilməsin. İslam qanun qoymur, amma deyir ki, insan könüllü şəkildə, məhəbbətlə, sevgi ilə bu işləri görsün qadın. Hər şey qanunla olsaydı, o zaman ər-arvad münasibəti bütün hərarətini itirərdi. İslam istəyir ki, qadın mehribansılıqla, məhəbbətlə öz ailəsinə xidmət